Bugün 25'i, 24'ü may ayı ömrümüzün gözəl günlərindən biridir. Təsadüfən Allah bir tarixi gün yaşayırıq bugün. Çox əziz dostlarımız bizim başımızdadır. Səhər-səhər Vahid Çəmənli'nin danışdım ki, Vahid Çəmənli belə söhbət Nəsim müəllim üstə gəldik. Dedi ki, birdən baxdım Vahid Çəmənli çox belə həyəcanlı bir ifadə yazdı ora. Dedim, sizi görüşdürün bugün. Deyəndə çox mənə həyəcanla yazdı ki, Nəsim müəllim Bakıdadır. Dedim ki, hə. Yazdım ki, girişaq ocağa görüşək və bu görüş aldı. Sonra sözümün adına Adil Cəfakeş qoşuldu, Qəhrəman İldırım qəhrəman qoşuldu və çox maraqlı bir gün alındı bugün. Səhər-səhər də bunun Mustafa bölümündən söhbət eləmişdik, bir girişaq dostlar. Təsadüflə bugün alındı, gözəl bir günə düşdüm və Nəsim müəllimə zəng çaldı. İlham Qazaxıdan telefonu soruşdum ki, Nəsim müəllim belə dedi ki, nə məsələ? Dedim, elə heç bir şey. Səhər gəlmişsən Bakıya xoş gəldin deyəcəm şair dostların. Və Nəsim müəllim, siz xoş gəlmişsiniz Bakıya. Sağ olun, sağ olun. Səfa gətirmişsiniz. Ürəkli alqışlayırıq Nəsim müəllimi. Onun gəlişinin içində Azərbaycanın bir parçası Moskvada Nəsib Nəboğludur. O bütövlü yerli orada Azərbaycanı təmsil edən bir bölgə və o Azərbaycandır. Bütöv bir Azərbaycandır Moskvada. Və çox ləyaqətlə Moskvada bizi təmsil edir. Moskva elitəsinin içərisində, Moskva rəhbərliyindən, Sovet hökumətin köhnə rəhbərliyi içərisində çox böyük nüfuza malik elm adamıdır, mədəniyyət adamıdır və Azərbaycan oğludur, Türk oğludur. Ona görə də bir Nəsim müəllimə xoş gəlir və çox çalışmada söz verəcəm Nəsim müəllimə. Nəsim müəllim buyurasın. Nəsim müəllim, o anamın, nənəmin cəhrəsi şeirinin birinci dəfə səndən dinləyəndə mənim 21 yaşım vardı. İndi bugün mənim 67 yaşım var. Mən məmnuniyyətlə onu qulaq asmaq istəyirəm o şeirə. O şeiri mən 1978-ci ildə yazmışam. Deməli, o semaforun yubileyindəki dediyim onunla. Sonra dedilər ki, gərək bu şeiri sən televizorda deyəsin. O vaxtda da bircə telekanal vardı. Nəysə, məni çağırdılar, teletarda çəkiliş zad oldu. Efirə verdilər. Küçədə gedirdim Nizami küçəsi ilə. Adım yadlarında qalmamışdı cəmaatın. Amma dedi, nənəmin cəhrəsi gedir. Belə bir şeir idi. Kələflərin içində boya başa çatmışam. Düşcələr qucağımda şirin yuxu yatmışam. Elə bilmə mən səni unutmuşam, atmışam. Hələ də yadımdadır naxışının düyməsi. Anənəmin cəhrəsi. Nənəm razı qalardı zamanın gərdişindən, şirin söhbət açardı peşəsindən, işindən, uşaqlar yapışardı cəhrənin kirişindən, inciməzdi, buna da çapardı hövsələsi, anənəmin cəhrəsi. Dan uluzu xam əyərərdi, qalaq-qalaq əlçimlər əriyərdi, nənəm ağlı, qaralı günlərini əyirdi. Adi cəhrə deyirdi, cəhrələrin cəhrəsi, anənəmin cəhrəsi. Göz açanda meylimi elə sənə salmışam. Sən dil açıb dinmisən, xəyallara dalmışam. Öz musiqi dərsimi inan səndən almışam. Sənin nəğmən olubdu qəlbimin ilk nəğməsi, anənəmin cəhrəsi. İşindən ayırdılar, yolundan döndərdilər. Üzünü görmədiyin maşına mindirdilər. Səni təmtaraqla muzeyə göndərdilər. Köhnə əsrin bu əsrə hədiyyəsi, töhfəsi, anənəmin cəhrəsi. O vaxtı mənim 20 yaşım vardı. Ama düz